Eir gölü və Aral gölü okean səviyyəsindən aşağıda yerləşir. Aral gölü okean səviyyəsindən yuxarıdır, Eir gölü isə -16-dır. Bu birinə aiddir, birinə yox. Ona görə çıxırıq. Axarlı göllər hesab edilir, hər ikisi üçün yanlışdır. Amma bu sıranı biz götürməyəcəyik. Lobnar gölü Çində, Çad gölü isə Afrikadadır, bir neçə ölkədə yerləşir. Yağıntılı dövrdə sahəsi artır. Bunlar axarsız göl olduğuna görə yağıntılı fəsildə sahəsi böyüyür. Üzərində qütb ulduzu görünmür. Hər ikisində görünür. Ona görə bu yanlış ifadədir. Doğruya doğru, yanlışa yanlış verildiyinə görə uyğundur. La Plata körfəzi, Biskay körfəzi eyni okeanda yerləşsələr də müxtəlif materiklərin sahillərini yuyur. Bu doğru ifadədir. Hər ikisi Atlantik okeanda yerləşir və biri Cənubi Amerikanın, digəri isə Avrasiyanın sahillərini yuyur. Sahəsi genişlənən okeanda yerləşir. Hər ikisi Atlantikdə yerləşdiyinə görə bu doğrudur. Amma yanlışın altından verilib. Ona görə çıxacaqsınız. Dunay çayı və Mississippi çayı verilib. Şimal yarımkürəsində olduğuna görə hər ikisi sağ sahillərini daha çox yuyur. Doğrudur. Yerləşdiyi qitələrin ən uzun çayıdır ifadəsi səhvdir. Dunay çayı Avropa qitəsinin ən uzun çayı deyil, ikinci ən uzun çayıdır. Birincisi Volqa çayıdır. Mississippi çayının aydın məsələdir ki, Amerika qitəsinin ən uzun çayı Amazon çayıdır. Ona görə bunu çıxırıq. Doğrudan doğru yanlışa yanlış verib. Viktoria və Itaipu SES-ləri göstərilib. Demək, qütb ulduzunun görünmədiyi yarımkürələrdə yerləşirlər. Bu yanlışdır. Viktoria bilirsiniz ki, tropik xətti ilə kəsişir. Daha doğrusu ekvator xətti ilə kəsişdiyinə görə ekvatordan şimalda yerləşən hissələr var. Qütb ulduzu görünür. Ona görə səhvdir bu. Nil çayı və Lena çayları verilib. Hövzəsi iki işıqlanma qurşağında yerləşir. Nil çayı tropik xətti ilə, Lena çayı isə qütb dairəsi ilə kəsişir. Bu doğrudur. Mənsəbində estuar relyef forması yaradır. Hər ikisi delta yaradır. Bu isə yanlışdır. Uyğunluq istəyir 2, 4, 6. 2, 4, 6 sualımızın doğru cavabıdır.